going also to record today's class. So I will teach you how to work on different question types, at the same time, how to approach this type of questions, how to start and etc. First, I would like to say that students are different. For some of them, starting from passage 3 is a better option, but for some of them, starting from part 1 is a better option. For example, for me, starting with part 1 is better because I feel much more motivated when I start from part 1. I see that I can work on the questions. In this case, my motivation increases. That's why it can be easier for me. So let's try to work on this one also together. And at the same time, we'll do some guided practice. I will ask you to work on some questions by yourselves. Let's get started. So here, as you can see, we have two types of questions in the first passage, gap filling and true, false, not given ones. Before starting, I always highlight my keywords. Firstly, let's remember what our keywords are. They can be, as you see, what can the keywords be, guys? What do you think? 40 years. Years. Generally, we can say years, numbers, yes, name of something, or nouns, right? Here, for example, 40 years, as you have mentioned. Sorry. Okay. In the second one, I couldn't see any exact keyword. That's why I am going to continue with the remaining ones in order to find one of them. For example, in the third one, this word. Phenomenology. Yes. In 4, maybe temperature. In 5, climate change. In 6, okay, watchers, for example, butterfly watchers. So let's get started. Also, let's look for them. Small blue. Then 1 per year. High brown. Silver. Stuart blue. White admiral. England. Okay. So 40 years is here. This word also can be my keywords, or predators can be my keyword as well. But as I mentioned before, first I will start with this one because it's easier to find it. Already done. So right now, let's try to find these ones. As you know, the second one should be between the first and third ones. So here it can be, let me look at this part as well. Okay, let's continue with this one. Temperature. Can you see Celsius? Can be. Then let's continue with this one. Climate change, for example. So if It's the second paragraph. second, The second, you yeah. mean this one? Okay. Where is it? I couldn't. Up to the before that. Before here. Let me- Couldn't find. I saw that. Okay, very But good. Guys, is there anyone seeing this word? yes, Where is Yes, it? I saw. In the left side. Uh-huh. Alttan Here. üçüncü cümle. Aşağıdan üçüncü cümle. Thank you. Okay, climate change is here. And it should be, and we need to find this one as well. So, butterfly, change, estimate, people, yes, this one, yes. People who spend their free time observing them, it means they are butterfly watchers, right? So let's look for these ones as well. We need to look at the paragraphs that we haven't worked. So that's why I will continue with the next paragraphs. Here I can find this one. Then high brown, I am looking for it here. Silver, here. White, here. And England is here. Okay. So I always start with gap filling questions because I think these ones are much easier than the remaining ones. One word only. We can just write one word as you can predict. So we need to find lives in. Harda yaşıyorlar bunlar.
And as you can see, we don't have an article. As we don't have an article, it can be a plural noun or an uncountable noun, as you can predict. So let's look for this one. Narrations leading to population. Do we have it? It should be here, right? Okay. Colony olacak diyesen. Such as British, 100 strong, or all of them. Just from where did you find this word? Advancing. Small blue'dan sonra. Yes, Whose colony? whose colonies, right. We need a plural noun here. Whose colony, kolonya bilirsiniz birliklər şəklində yaşayırlar. Hı hı. Lives in large colonies. So that's why it will be our answer for this question. Is it clear for all of you? So let's look at this one. First appears at the start of something. Instead of at the Spring. start, they have written early, right? So the answer will be spring. Spring. And let's continue with this one. Is considered to be more than other species. Okay, so it is, as you can see, comparative degree. And that's why we need to also look for this type of words. Endangered could be. Just let me look. Specific type, describe. I couldn't find the word of endangered. Right? Britons, after As Britons. Britain's most Most endangered Okay, endangered. butterfly. most endangered butterfly, which means it is more endangered than other species. Its caterpillar occupy a limited range of something. A range of something. After a range of something, we need a plural noun. Don't forget this one. And here, only, limited, right? So our answer, we need a plural noun. So our answer will be what? Habitants. Habitats. Yes. So let's look for this one. Twice a year, warm areas, for example. So let's look for them. A second generation in years. A second Sure. generation, yes, it means twice a year in warm areas of something. So we are look warm, yes. So most probably Europe. Yeah. Sometimes students also write UK, as you can see. Firstly, if the answer was the UK, in this case, we need to write two words, right? The UK. But here, as we are not allowed to write two words and we don't have any the article, it cannot be our correct answer. Additionally, here it hasn't been written that UK is warm, and also relating to like twice a year, we don't have any information. Second generation is in this sentence. It cannot be our correct answer. So let's continue with this one. Is found in blah 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 areas of England. So the answer is very clear. Southern. Like Southern. admiring. Yes. Southern. It cannot be because this is here, as you can see. Both climate change and the something. So we need to firstly find climate change here. Climate change, okay. Also, I could find the second one. What do you think? The second contributing factor for the decline of caterpillar is Diet. Honeysuckle. diet. Honeysuckle. It is the name of the plant, okay? So, yani bu plant, diet of a plant, plant'in dieti. So, söhbət dietdən gedir əslində. Ona görə də diet yazılmalıdır. Could you understand? We shouldn't write like the word after of. It should be before of, as you can see. And before of, we have diet here. So that's it relating to gap filling questions. Let's continue with true false not given. 40 years ago, there were fewer butterflies in Britain than at present. Guys, here as you can see, we have a comparative degree, yes? Fewer butterflies. If in the passage we don't have any comparisons, it will be what? True, false, or not given? If we don't have any, Not given. not given. Not So we given. need to find there were, yani keçmişdə, burada nə deyir? Keçmişdə daha az idi deyir, düzdür? İndi görə keçmişdə mi daha az idi, indi mi daha azdı? So, okay. Nə deyir? Deyir 40 il ərzində neyini yeyib?
Azalıb. Decline. Vəzni azalıb. Onda indi mi daha azdır, yoxsa keçmişdə mi daha az imiş? İndi daha azdır. İndi az. İndi daha azalıb. Burada nə deyirdi bəs? Keçmişdə daha az idi deyir. Onda cavabımız nə olacaq? False. İkiyə baxaq. Deyir bunlar yeyilir a number of. Bir sıra fərqli nə tərəfindən? Yırtıcı tərəfindən. Yırtıcılar. So burada tapmışdıq, səhv eləmirəmsə. Və yox, burada yeyilmək söhbətini tapmalıyıq eyni zamanda. Prey. 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 Yeyilirlər deməkdir. Nələr tərəfindən yeyilir gördüyünüz kimi? Small mammals. Bats and other small mammals. Yəni bir sıra fərqli yırtıcılar tərəfindən. Düzdür? Onda cavabımız nə olacaq? True. True. Bu arada kimisə nəyisə başa düşmədiyi təqdirdə məni dayandırsın və soruşsun. Sonra deyir phenology bir term nə deməkdir? Termindir. Hansı ki istifadə olunur nəyə? Təsvir eləməyə bir varlığın bacarığını to alter. Nə deməkdir alter? Change. Change. Bəli. Dəyişmək location'ını of a life cycle event. Yəni life cycle eventinin location'ını dəyişmək ability-sinə görə istifadə olunur. Görək nə üçün istifadə olunur phenology? Timing üçün. Timing yəni zaman üçün. Amma burada nə deyir? Deyir ability to alter the location. Location'ını dəyişməsindən danışır. Burada isə timingini dəyişməsindən danışır. Onda sizcə true, false yoxsa not given? False. False olacaq, bəli. Çünki phenology-nin məqsədi timingin dəyişməsidir. Location'ın dəyişməsi deyil. That's why the answer will be false. Okay? Okay. Keçdik buna. Some species of butterfly have reduced lifespan. Deyir ki, bəzi növlərin azalmış ömrü var. Nəyə görə də azalmış ömürləri? Spring temperature increase. Yazı temperaturun Temperaturun qalxması. Bəli, yazda temperaturlar qalxır deyə. So, gəlin baxaq. Budur. Yazdakı temperatur artıb. Bu düzdür. Bu hissə düzdür. Amma sual iki hissədən ibarətdir. Həm də növlər buna görə azalıbmı? Onu tapmalıyıq, okay? Not given. Not given. Növlərin azalması haqqında heç nə verməyib. Baxın, təkcə temperaturun artmasını görüb true'dur deyə bilmərsiniz, okay? Növlərin azalması yoxdur deyə cavabımız olacaq nə? Not given. Okay? Bu da ən confusinglərdən biridir. Bəzən tələbələr səhv edirlər. Keçək 5-ə. Climate change. There is a clear reason. Aydın bir səbəb var adaptationların that butterflies are making to climate change. Climate change-in elədikləri adaptationların aydın bir səbəbi var deyir. Burada da False. climate Unknown. change Is still unknown. Anderson. Deyir ki, bu populationlar stres altındadırlarmı yoxsa? No, the answer is still unknown. Nə deməkdir? Cavab hələ də Məlum deyil. bilinmir deyir. Burada isə nə deyir? Burada deyir ki, cleardır. O halda cavabımız nə olacaq? False. False. Data hansı ki istifadə olunur studydə götürülüb amatör butterfly izləyənlərin işlərindən. Hardasa tapmışdıq burada. Okay. True. Gəlin görək data. True. Görürük ki, data kimlər tərəfindən? Bəli, həmin bu insanlardan götürülüb. Hətta onlar deyir ki, nə bilim 130 növü izləyiblər falan filan. Ona görə bunun da cavabı olacaq true. True. Buna aid hər şey aydındırmı? Müzakirələrimizlə və sair bir 14 dəqiqə içərisində birinci passage bitirdik. Müəllimə, Buyur. çox üzr istəyirəm, bir şey soruşmaq istəyirəm. Əlbəttə buyur. Bu workshop rekord olunur çünki heç müsait deyiləm indi. Aha, Baxmaq rekord istəyirəm. olur. Bundan sonra baxa bilərsən. Tamam, çox sağ olun. Sən də sağ ol. Keçək part 2-yə. Amma bu arxayınlıq yaradıb indi mən gedim kafasına girməyin. Darsda müzakirələrimiz daha Narahat effektiv olmayın. olur. Aha. Keçək passage 2-yə. Passage 2-dəki sual tiplərimizə baxıram. Yenə var mənim nəyim? Gap fillingim var. Bunu mən bu sual tipi mən çox sevirəm. Məncə asandır bu sual tipi. Adam adları ilə informasiyanı uyğunlaşdırmaq bu biraz çətin sual tipidir. Zaten özünüz də bilirsiniz yəqin ki. So, gedək keywordlərimizi tapaq. Birinci gedib bundan keywordunu tapıb sonra bunun içindən keywordlər çıxaracağam. Bunlar aydındır da, adamların adlarını tapmalıyıq, düzdürmü? Məsələn, bunun adı buradadır. Bu arada bəzi adlar özünüz də bilirsiniz, 2 dəfə təkrarlana bilir ki, eyni adamın adının ikinci dəfə təkrarlandığını burada da gördük. Daha sonrasında bu biri adamları axtarıram hal-hazırda. Bu arada baxanda, məsələn, mət deyə yadda saxlamayın. İkinci adı ilə yadda saxlayın ki, təkrarlananda ikinci sözlə verirlər elə bil ki. Okay, bunlar da verdi burada. Bunlar.
Sonra John lazımdır. Burada. Niyə birinci bunu eləyirəm? Çünki bunu eləyəndə psixoloji olaraq daha yaxşı hiss edirəm. Like, yerini tapmışam, prosta gedib baxmaq qalıb şəklində düşünürəm. Mike'ı tapdım. Sonra kim qaldı? Diyor, bu da burada. Bunu tapdıq. Və feeling adətən işləməyən paragrafın içərisində olur. Keywordləri yenə də tapmağa çalışaq. Bunu götürə bilərik. Başqa nəyə götürə bilərik sizcə? Under the sea. Div order ola bilər. Sea götürə bilərik. Nəyə götürə bilərik dedin? Div order. Hardadır? İkinci paragrafda üçüncü cümlədə. Üçüncü cümle. Bir dakika. İkinci cümle burada. Üçüncü cümle buradan başlayır. Üçüncü yuxarıdan altdan elə bir 2 3 Üçüncü sırada yəni Sivot Bəli, üçüncü sırada. ola bilər. Adətən işləmədiyimiz paragrafların içində olur dedikdə. Məsələn, bu paragrafı heç işləməmişik görsünüz. Bu olacaq yəqin ki. Gördünüz? Bu da elə. Hı. Bunu da yerini tapdıq. Ona görə mən birinci gedib o birisini tapıram ki, sonra gap fillingi tapmam asan olsun. Okay, yerlərini tapmışıq. İndi bu sualları oxuyaq ki, parallel working eləyəcəyik eyni zamanda. Reference to the rapidly increasing need for one raw material in the transport, deməli, increasing need. Raw material nə deməkdir? Xammal materialı və transport. Nəsə nəqliyyatla əlaqəli bir şey verməlidir. State of the art, okay. Yerin elə bil ki, nə qədərinin oceanlar tərəfindən örtüldüyü göstərilməlidir burada. Daha sonrasında underwater habitatı götürə bilərik. Minerallarla orqanizmlər. Coexist nə deməkdir uşaqlar bilirik? Bir yerdə eyni zamanda mövcud olmaq deməkdir, okay? Bura baxaq. Countries, baxın, ən azı 2 country verilməlidir, okay? Have yet to agree. Yəni hələ razılaşmayıblar. Have yet to agree. Nə üzərində razılaşmayıblar? Rules. C-bedi götürdüm keywordum olaraq. Tamam mıdır? Bu mənim beynimin bir köşəsində həmişə qalır. Mən gedib digər sual tiplərini işləməyə başlayıram. Gap fillingdən başlayıram. Buradadır. İndi başlayırıq burada. They also say that this can be removed without producing much something. So removed axtarırıq. Without much, yəni çox bir şeyin olmaması, yəni nəyinsə az olması mənasına gəlir. Gəlin bir yerdə axtaraq. Bu arada uşaqlar görün nə gördüm? Car batteries gördüm burada. Maşın batareykaları gördüm. Sizcə bunlardan hansı ola bilər? Ən birinci Transport industry ola bilər. Niyə? Bu maşın söhbəti. Əmin deyiləm, amma like nəqliyyat söhbətini gördüm deyə biraz dəqiqləşdirək istəyirsinizsə eyni zamanda. Artan ehtiyacdan gedir söhbət. Ehtiyacın artması harda? Həm də raw material var. Demand yəni for Raw materialın yerini göstərin mənə. Harda olur? Copper, alüminium, copper, aluminium. bunlar hamısı raw materialların adıdır. qarşısında da şey də var, demand for. Demand, tələb yəni artması için. Hə, bunu müəyyən elədik. Bu arada MBA yoxdur, heç bir paragraf 2 dəfə işlənməyəcək. O da ağlımızda olsun. Yenə baxırıq bura. Deyirik ki, nə I axtarırıq? think the first one is much waste. Aha, yes, here. Little is without much, yes. Yeah. So, little what? Waste. Və belə. So, bu sən tapdıq. Keçək növbətisinə. Bunu işarə edirəm ki, bilin buradadır. The extraction is often done by adapting the something that has. Has deyirsə, demək necə bir ismə ehtiyacım var? Tək ismə ehtiyacım var. Already be used to work on land. Solid particles. Məsələn, o ola bilər. So, let me look. Solid particles ola bilməz, çünki has'dir burada gördüyün kimi. Like, Yox, work on cis land'ın olaraq. yerinə solid particle. Aha, ola bilər, bəli. Solid particles from the relationships on the surface. Bu hissədə deyirsən ola bilər cavabımız. Okay. So let's look for it. But must involve employing some form of convert machinery. Previously used deyir. Previously used nə deməkdir? Əvvəl istifadə olunub da. Yəni has already been used-la eyni mənanı verir, düzdür? Demək cavab nə? Convertedlə adaptic ola bilər eyni məna. Machinery. Machinery olacaq, bəli, cavabımız. Bəli. Başa düşdük bunu. Employing-lə adapting sinonim olaraq götürülür. Okay? Daha sonrasında keçirik 26-ya. 26-da qrupsu götürə bilərik. Believe that something is necessary. Tək ismə ehtiyacımız var yenə. Consequences, nəsə nəticələrdən gedir söhbət.
Gedək görək what is necessary. Mhm. Service. What is ship? Bir də baxaq, bir dəqiqə. B variantında groups var. Bəlkə oradadır. B-də bəli düzdür. Groupsdan burada danışır. Urgent nə deməkdir bilirik? Urgent sözünü bilirsiniz. Urgent. Təcili. Təcili. Yes, have urged onun verb forması da, yəni like öncəliyələndirirlər, təcil olduğunu düşünürlər. Düşünürlər ki, bu vacibdir. Nə vacibdir? Cautious. Caution. Yəni diqqət vacibdir də, okay? So, burada da bunu tapdıq. Feelinglərimiz bitdi. Sonra bu arada D paragrafında da müəyyən qədər nələrsə gördük. Gəlin görək, nəsə varmı? D-ni oxudum deyə hal-hazırda paralel gedirəm. Örs haqqında danışır mıydı burada? Örs haqqında danışmırdı, düzdür? Ona görə bunu çıxdım. Daha sonrasında baxıram bura. Underwater habitat, suyun altındakı habitatlar haqqında danışır mıydı? No. Yox, görmədim elə bir şey. Countries, dövlətlər haqqında. Qruplar dedi. Bu ola bilər, countries. Bir sıra qruplar. Potential massive ramifications for the environment. Aha, baxın, is not yet drafted deyir. Have yet to agree. Eyni mənadadır, düzdür? Və ondan sonra rules deyir. Qayda verən. Nəsə qayda ilə bağlı da sözümüz var. Yəqin ki, bu bunun cavabı olacaq. Başa düşdük. Yes. Aydındır. Communities falan deyir. Bax görürsüz. Niyə bax communities bunu countries-lə əvəz edə bilər. Davam edirəm bundan. Bu adamdan. Nə edəcəm indi mən burada? Bunun ideyasını oxuyacağam, sonra bu tərəfə gələcəm. Bunu uyğunlaşdıracağam. Fikir verirsiniz, you may use an letter more than once. İstənilən biri birdən çox dəfə işlənəcək. 5 dənədir bizdə burada verilənlər. Burada neçə dənədir? 6 dənədir. Hə, illaki biri birdən çox dəfə işlənəcək onda. Bu adam burada nəsə var. Adətən dırnaq içində olanları oxuyuram mən. Bunlar olur adətən cavablarımız. We are looking at the bioactive potential of marine resources to see if there are any more medicines or drugs down the before we destroy it forever. Deyir ki, biz hal-hazırda dəniz resurslarının bioaktiv potensialına baxırıq. Görmək üçün ki, orada nələr var? Medicines. Dərmanlar falan varmı ki? Yəni biz deyir onu dağıtmamışlar. Əvvəl birinci yoxlayırıq ki, orada dərman falan var. Ondan sonra biz onu dağıdırıq mənasında verdi. I think that's 21. Oh, yeah. 22. 21. 22. Gəlin baxaq 22-yə. More is known. Yox, daha çox şey bilinir. Yox. 20 bəs. Mən də bir dənə şey deyim bu arada. Space nə demək? Kainat. Burada kainatdan Tamam, nəsə bəli, danışdıq. Yox, ona görə ola bilməz. 21 deyənimiz var idi. Human Yeah. exploration will have such a disadvantage. Yox, insanların onların da üzərində olan təsirinin belə deyək də destructive impact-indən falan danışmırdı ki. Düz 20 skaladakı bəs. destroy gördünüz, hə, o dəqiqə destructive sözünə görə düşündünüz, amma human exploration söhbəti deyil. 20-yə baxaq. There are more worthwhile things to extract from the seas than minerals. Bəli, daha dəyərli şeylər var. Mineraldan başqa nələr var dedilər eyni zamanda. Medicine, Dərmanlar. aglar falan var dedilər də, gördüyünüz kimi, düzdür? Ona görə də eyni zamanda burada da verib fikir verin. Deyir ki, unique və undocumented species də var orada. Yəni nadir və qeydə alınmamış növlər var. Məsələn, yeni dərmanlar falan var. Hansı ki, belə deyək də, eyni zamanda Potential loss mineral yani. resursları var. Yəni cavab orada olacaq nə? 20. 20-də oldu. Mət. Başa Arzu düşdünüz? xanım, bir sualım var mənim. Bu məsələn bir neçə yerdə qeyd olunanda da həmin adamın fikirləri, onda siz necə məsləhət görürsünüz? Yəni hamısını oxuyub sonra cavablara Mən baxaq, adətən o yoxsa adamın adını sona saxlayıram, digərlərini işləyirəm. Qalan olsa o hə. adamın adını qoyuram. Başa Hə, düşdünüz? çünki belə hamısını oxuyanda hə vaxt gedir, sonra bilirsiniz ki, ta ki birincidədir də. Mən burada Demək gördüm onu axıra nədir? Aslında saxlayaq. oxudum, bir yerdə gördüm. Dedim dırnaq içində olanlara adətən öncəlik verirəm. Ona görə getdim dırnaq içində olanını oxudum. Aha, O da başa mənim düşdüm. tapmama kömək elədi. Amma belə lap çox yerdə olanda olur, 3-dən 4 yerdə olur. Mən o adamın adını sona saxlayıb axırda adamı uyğunlaşdırıram qalanını. Bəs belə uyğunluq var ki, məsəl üçün belə çox olanda, o NB olanda tutaq ki, 2 dənəsi onun həmin adama aid olur. Adətən elə ola bilir, iki fərqli paraqrafda olursa, amma elə olanda da bunu bildikləri üçün iki adamın adını iki fərqli paraqrafa qoyurlar adətən. Burada sadəcə iki dəfə olmasının səbəbi ondan ibarətdir ki, şey çoxdur. Option Hə, çoxdur. fikirlər Ona çoxdur. görə yes. Ona görə iki dəfə olacaq. Aha, anladım. Əla, davam edək növbətçisi ilə. Harda tapmışdıq? Burada tapmışdıq, düzdürmü? Dedik ki, hələ birinci nəyə baxırıq dedik biz? Dırnağın içinə baxırıq da, düzdürmü? Və burada bir dırnaq var, gəlin bunun içinə baxaq. Deyir ki, knowledge of the deep seabed remains extremely limited. Nə deməkdir?
Bizim bunun haqqında bilgimiz Dəniz neçədir? yatağı. Çox limitlidir, bəli. Və keçib bu hissəni də eyni zamanda oxuyaq. Deyir biz ayı, Marsı, hətta Venusu belə like xəritələmişik. Cavab aydındır. Amma biz şey eləmədik. Şey, Hansıdır cavab? 22. 22. Space. Bəli. Deyir biz kainat haqqında daha çox bilirik. Nəinki okeanın altı haqqında. Onu deyir də kainatı nə ilə əvəz eləyib? Ay, Mars, Space. Venüslə əvəz eləyib. Okay, bu da oldu ikincisi. Okeanın altında seabedlə. Deep seabed. Deep seabed, bəli. Buradan görsən. Okay, aydındır mı? Əlam, davam edir. Bu arada seabedi bir yerdə də görmüşdük kimimə gəlir, yoxsa yox? Bəlkə bu saat buradaydı. Seabed. Hə, yazmışıq, görsüz. Seabed burada, seabed burada. Okay. Bu paragrafdan götürün. Mhm. Demək düz. Bu arada beynimizdə Earth söhbətində yadda saxlayaq. Bir də minerals and organisms coexist. Bayaq mineralsı gördük elə bil, yox? O variantında bir şey var Gördük, idi. bəli, A. Bəli, A'daydı. Adam. Amma orada görə orqanizmalardan da danışırmı? Burada speciesdən danışır, mineralsdan. Mineral var, hə. Mineral resurslardan danışır, metallardan falan. Orqanizmlər yoxdur. Ona görə onu götürmürəm. Sonra keçək, davam edək. İ paraqrafından davam edirəm. Yenə dırnağın içərisindən başlayırıq dedik. İki dənə. Burada bir bu var. Bir də bu var. It is becoming increasingly clear that deep sea mining process have a grave threat. Okay, nə deyir? Bu mining prosesi təhdid yaradır önəmli seabed functionlarına. Daha sonra deyir extraction methods would produce large sediment plumps and involve significant seafloor environments. Okay, we don't want mining on them. Biz onların üzərində mining eləmək istəmirik. Mən yəni 9 birindən uyğundur. gördüm. Sizcə hansı ola bilər? Birini tapdım. 19 değil mi? 19 olmayacaq. Nəyə görə 19 olmayacaq? 23. Bu full ərazilər haqqında nəsə verməmişdi. 23 olacaq, bəli. Baxın, deyir shouldn't take place, baş verməməlidir. Bu nə deyir? Deyir biz orada mining eləmək istəmirik. Eyni məna verir də, düzdürmü? Ona görə də burada cavabımız olacaq nə? İ. Bunu yox, İ deyil. Bir dəqiqə, adamın adı kimdir? Mən bunu həmişə qarışdırıram. Bilirsiniz nə edirəm? Görürəm İ paraqrafıdır, bura İ yazıram. Ola bilər siz də bu səhv edirsiniz. Adamın adını yazmamız lazımdır. İ. Bu arada kimsə bayaq nəsə dedi 19-da local areas dedi, hə? Local areas mənim ağlıma bilirsiniz nəyə gətirdi? Communities oxuduq bayaq hardasa. Xatırlayırsınız? Harda oxumuşduq o communities söhbət? Əvvəl ki pəs idi. Şeydə olmalı. Buraydı. Buraydı elə bil. Bu hissədəydi, hə? Burada deyil, yox. Arzu xanım, qrup olan paragraf. Qrupda olan paraqrafda oxumuşduq. Düzdür. Bir idi də o, deyəsən. Yoxsa yox deyil. Zaten abzasın başlığındaydı qrup sözü, səhv etmirəmsə. Okay. Burada deyil, burada deyil. Buradadır. Dil paraqrafı oxumuşduq. Yes. Burada kiminsə adı varmı? Julian falan adı var. Bilirsiniz niyə düşündüm? Buradakı görsünüz nearby community'si düşündüm ki inhabitants falan şəklində bəlkə paraphrase eləmiş ola bilərlər. Burada zaten bir dənə dırnaq var da. Yəni despite ilə başlayan cümlədə. Düzdür. Despite görməmişəm. In the for environmental social impacts. Social impacts nə deməkdir? Like inhabitants və local areas olan bir şeydə bu olacaq bu. Maşallah, parallel working deyəndə nəzərdə tutduğum metod budur, yəni ağlımda qalır o söz və qayıdıram. Daha sonrasında İyi mənim kesin. yox, paraqraf dedi. Bax görsən sən də insaf elədin mənim elədiyim. Adamın adları bir daxı bunlar ona görə. Okay? Daha sonrasında burada hələ ki bir şey görməmişik. Earth söhbətini hələ də görməmişik. F-də var idi. Buna baxın. Planetin 70%. Planetin 70% deyir okeandır. Yerin nə qədər deyir okeandır? Bunu da tapdıq. Not F. Yox, bu F-dir. Bu F-dir çünki burada Aa, paraqraf şeydi bu. var. Hə, bildim. Yes. So, keçək bu birisinə. Burada biz kimə kimi gəlmişdik? E-yi yazmışıq, B-ni yazmışıq, C-ni yazmışıq. Bu arada heç bir ad ucu iki dəfə təkrarlanmayacaq, yaxşı? Keçək Mayka.
Mike nə deyir? It makes sense to explore this on the potential to environment sustainable way instead of looking at the valuable resources of the planet to meet society's need. Cəmiyyətin ehtiyacını qarşılamaqdan ötürü. Okay. Make sense nə deməkdir? Make sense, yəni ağlabatandır deməkdir də. Düzdür? Is a good idea ilə əvəz oluna bilər. Deyir ki, it makes environment sustainable way. Environment sustainable way də eləyək deyir bunu bacardığımız qədər. Okay. On land, move away from the exploration of the on land instead of continuing looking fast depleting land resources of the Okay, deyir ki, tüketmək yerinə bunların şeylərini explore eləmək daha məntiqlidir. Hətta bu da explorationdan danışır da. Eynidir məncə. Məncə bu olacaq. Növbəti cümlədə də landdən danışırdı aşağıda sonuncu sözü. Hansı hissədə? Then Bundan on sonra, land. hə, yes, lower Burada than land. aşağıda. Düzdür. Okay. Bu da artıq uje boş qaldı. Yəqin kim olacaq? Axırıncı adam olacaq. İndi axırıncı adam olsa demək əvvəlkində düz yazmışıq mənasını verəcək də yəqin ki. Şərqi üstad. Bəzən dırnağın yerinə o fikirləşir ki falan şəklində yazırlar. Burada da elə yazıblar, okay? And these can controls must be in place elsewhere. No, bu hissədə danışılmır bundan. Biraz Üstündə burada da var, müəllim burada da dırnaq var. işarəsi. Yes, bu bir deyir ki, mining greatest şeydir deyir. İnsanlar tərəfindən edilmiş ən böyük şeydir. Burada da nə deyir? Burada da deyir ki, digər heç bir human exploration'ın belə destructive impact olmayıb eyni məna verir. Onda bunda iyi olduğunu tapdıq. Okay? İndi gəlirik bura. Minerals, organisms falan filan onu axtar. Bu paragrafda var mineral orqanizm. Tez bir göz gəzdirirəm. Görmədim mən. Keçə burada baxaq. Bu ola bilər. Orqanizm alan yerinə bunları versə, tutaq ki, heyvanları versə. Bəs mineraldan da danışırmı? Bəli, mineral rich. Yes. Bir də görün nə deyir? Deyir ki, evdir ora. Evdirsə, bunların hamısına evdirsə, onda onlar eyni coexist edirlər də orada, düzdür? Yəni birgə məskunlaşırlar. Eyni mənanı verir. Doğru. Bunu da anladıq mı? Nə sualımız var bunun haqqında? Keçdik part 3-ə. Part 3-də var yes no not given'ımız var, gap filling'imiz var, multiple choice'imiz. Yerlərini işarələyək tez. Okay. Sonra 4-cü paragraf deyir. Burada. Bu yenə buradadır, hə? Səhv eləmirəmsəm. Bu burada. Bu isə burada. Başqa bir şey varmı? Yox. Keçə buna. Bu da adətən işləmədiklərimizdə olur da. Yəqin ki, sonda. Hansı sualdan keyword tapa bilmirsiniz, onu sona saxlayın. Niyə? Çünki o billərdə işlətmədiyiniz paragraf axtaracaqsınız. Okay, peaceful, cooperative, peacefulness. Və müharibə söhbətini tapsaz bir dən mənə deyin də. Üstədir müəllim. Harda? Burada? 4-cü yerdə. 1, 3, 3-də. 4. Bəli, orada rəsmli. Yes, düzdür. Peacefulness, yəqin bu da budur. Negative traits and modern cultures. Traits də peaceful'un üstündə var. Peaceful'un üstündə ola bilməz yəqin ki. Həm negative traits deyirdi ya, selfish. Perhaps these negative Cooperation da var Negative orada. traits, ya. Bu olacaq. Sonra. Bir də modern human şeydir də, modern cultures'dır, düzdür? Animal research. İndi bunu axtarırıq. Nəsə heyvanla bağlı bir şey axtarmalıyıq. Farming was connected to. Hardadır?
Separateness, selfishness, stubbornness. Yuxarıdadır. Yuxarıda. So it would be Yes, ape, gorilla. Meymunlar, gorillara. Bunlar heyvandır da, düzdür. Hamısını tapdıq. Всё. Nə ilə başlayaq? Get feeling-lə başlayaq. Buradaydı. To exhibit a high level of something in all areas, hunter-gatherer societies, hunter-gatherer groups. Okay. Extreme nə deməkdir uşaqlar? Həddindən Həddindən artıq. Həddən artıq çox. High level of. Cavab nə olacaq? Egalitarian. Egalitarianism. 32-yə keçdik. Bu hissədə olmalıdır. Societies also employs to prevent differences. Nəsə difference falan filan bunlardan olmalıdır. Keywordlərimiz bu arada bu hissədən aşağı düşək. Status ola bilər. Disparities of Differences status. yerinə disparities verəcək. Eynən razılaşıram. Və deyir ki status. Status. Occurring yerinə də ki don't arise. Prevent'in yerinə elə bil ki də prevent, don't arise şəklində yazılıb. Sonra keçdik buna. Person success at something. Adamın successi. Bu hissələr. Bir hansı, yəni bunda var. Arrow ola bilər. Person. Yes. Deyir ki, at something is given. Person'dan əvvəlki cümlədə belongs to da var. Bir dəqiqə baxım. Person, yeah. Bu fark edin, but the person Hunting. yes. Swaperos, bir dəqiqə. For example, Swaperos, before going hunting, success is given another member of the group. Does not go to the person who fired the arrow, but the person arrow belongs to. Yes, hunting olacaq yəqin ki. Ovlamadakı uğuru. To behave in a nə bilim nə manner. Burada a person buradadır. Elə bu cümlənin içindədir. Nədir sizcə? Domineering ola Hey, bilər. Nə deməkdir? Domine edən də, yəni. İdarə edən kimi İdarə edən, belə bəli. həddindən artıq. Burada da women-i götürək, qadınları. Work and marriage götürək. Women have a considerable amount of something, a high level of, düzdür? Cavab nə olacaq? Autonomy. Nə Autonomy. deməkdir Autonomy. autonomy? Müstəqillik, Anatomi. olmamaq. Avto sözünü bilirsiniz də, öz-özünə deməkdir. Avtomobil. Öz-özünə hərəkət edən mənası var. Autonomy də, yəni öz-özünə nəyisə eləyə bilmək, yəni müstəqillik mənasını verəcək. Aydındır hər şey bura qədər? Mən sonra yes or not given-dan davam eləmirəm. Mənə adətən multiple choice-lər daha rahat gəlir. Amma bu da sizin öz seçiminiz. İstəsəz yes or not given daha rahat gəlirsə, yes or not given-dan da başlaya bilərsiniz. Sualı oxuyuram. Birinci paragrafda writer nə edir deyir. Gedirəm sualı oxuyandan sonra paragrafı özüm üçün sürətli bir formada tərcümə eləməyə çalışıram. Deyir ki, general assumption olub ki, insanlar necədirlər? Selfish, egoist. Egoistdirlər. Deyir ki, biz yəni görünən bir şəkildə beləyik. Bizim güclü impulslarımız var ki, to compete against each other. Yəni bir-birimizə qarşı rəqabət aparaq. Nə üçün? Resurslar üçün, güc toplamaq üçün, possessionlar üçün. Əgər bir-birimizə kind olsaq, onda it's usual because bizim onda yəqin ki, altda yatan səbəblərimiz var ki, bir-birimizə kindıq. Əgər biz yaxşıyıqsa, bu da ona görədir ki, biz kontrol edə bilirik bizim anadan gəlmə selfishness-imizi. Okay? İndi gələk baxaq. A variantı. Deyir ki, insan nature haqqında olan iki dənə əks view-nu göstərir. İki əks view gördük uşaqlar biz burada. Yox. Yox, ümumiyyətlə bütün paragraf selfish olmasından danışır da insanın, düzdürmü? Və deyir, opinionini göstərir bizim simic olmamız haqqında. Simiclik və selfish olmaq fərqli bir şeylərdir. Simic odur ki, like, sənin olan bir şeyi paylaşmaq istəmirsən. Selfish odur ki, sən o birisindən like, rəqabət aparırsan da bir şey üstündə. Başa düşdünüz? Selfish özünü fikirləşən greedy acgöz. Aha, belə deyək də. Greed bilirsiniz necə, yəni bu da olsun, bu da olsun. Amma selfish sanki daha rəqabətçil bir insana belə deyək də deyilən bir sözdür, okay? Describing a commonly held belief. Commonly held belief nədir? Yəni genel
tutulan bir inanc Assumption insan kimi. haqqında. Bu olacaq da. Çünki general assumption nə deməkdir? Genel fərziyyə, yəni commonly held belief, insanın behavior haqqında, yəni insanın selfish olması haqqında. Didə də deyir ki, izah eləyir ki, nəyə görə o düşünür insanlar selfish mannerdə davranır. Yox, niyəsini, yəni his thinks, yəni öz opinion şəklində göstərməyib. Ona görə D variantı deyil. So cavabımız bizim olacaq C variantı. Aydındır hər şey bura qədər? Okay. Yes. Keçək bu birisinə. Keçdi buna. Yenə qısa bir tərcümə edirəm özüm üçün. Aha, deyir ki, o çox populyar kitab idi. Çünki The Competitive Individualistic rəqabətçil və individualistik etolara toxundu. Hansılar ki, çox geniş yayılmışdı 20-ci əsrin society-sində. Digər insanlar kimi, okay, Dawkins öz viewsunu göstərir. Nə haqqında? Evolutionary psychology. Təkamül edən psixologiya haqqında. Təkamül psixologiyası teoriləri, hansı ki, deyir ki, bizim davranışlarımız keçmiş vaxtdan yaranıb da, hansını ki, belə adlandırırlar hətta. İndi gəlin baxaq. Deyir ki, it's appeal lay in the radical nature of its ideas. Radikal fikirlər. Radikal nədir uşaqlar? Belə deyir, radikal bir fikir irəli sürür. Yəni, hamı kimi yox da, fərqli bir fikirdir, elə bil ki, belə sansasyonel deyirlər, o mənada. Və onun burada deyir, digərləri kimi bir şey fikir irəli sürdü. Ona görə də bu deyil. Düzdürmü? Its success was due to his scientific support. Scientific support haqqında nəsə məlumat verdi bizə elmi sübutu. Hayır. Yox. Scientific deyil də daha hekayələrə falan geniş yayılan bir şey idi, hətta belə deyək də. List hekayələ əlaqəli bir support var idi bu adamın. Yəni, true false not given kimi düşünürəm də, səhvləri çıxıram. It presented a view that was in line with the attitudes of its was in line, yəni uyğunlaşırdı. O göstərirdi elə bir view ki, o öz vaxtının attitudları ilə uyğunlaşırdı. Düzdür də, uşaqlar, düzdür. Çünki digərləri kimi deyir. Hansı ki, geniş yayılmışdı deyir. C düzdür. Deyir, innovativ approach var. İnnovativdir sizcə uşaqlar. Çünki deyir, axı digərləri kimi. O da səhvdir ona görə. Cavabımız oldu C variantı. Başa düşdük? Yes. Bəli. Keçək 29-a. 4-cü paragraf. Gedirəm, oxuyuram. The word was sparsely. Sparsely şey deməkdir. Sıxın əksi. Yəni belə densin əksi də, yəni boş. Məsələn, adamlar seyrək, yes. Seyrək əhalilər var idi o vaxt məskunlaşılmışdı. Bəzi estimatelərə görə 15 min əvvəl Avropanın populationu 29 min idi və bütün dünyanın populationu half a milliondan da az idi. İnsanlar o vaxtda nə imişlər? Hunter-gatherer, yəni bəziləri ovçu, bəziləri də toplayan imişlər. Bəziləri yəni huntinglə yaşayırmışlar, bəziləri isə wild plantlər toplayaraq. Deyir, belə balaca əhali sıxlığı ilə, yəni it seems unlikely də, yəni az ehtimalla ki, prehistoric hunter-gatherer qrupları bir-birinə qarşı nə ediblər? Had to compete, like rəqabət aparıblar resurslar üçün. Və bu da onlarda competitiveness yaradıb da və s. Deyir ki, yəqin ki, bizim bu rəqabətçiliyimiz o vaxtdan gəlmir də. Çünki o vaxtda insan sayı az imiş, mənbə çox uymuş. Niyə deyir rəqabət aparsınlar? Başa sala bildim? Keçdi bura, A variantına. Cəmiyyətlər indiki insanların düşündüyündən daha kompleksdir. Sizcə true, false yoxsa not given? Elə bir şey verməmişdi. Cəmiyyətin daha kompleks idi, daha az kompleks idi. Heç nə verilməmişdi. Bəli. Deyir ki, B variantında. Natural resourcelar plentiful, çoxluydu. True, false, not given? False. Niyə True. false? True. Resourcelar çox idi, insanlar az idi. Burada da deyir, resourcelar çox idi. Düzdür. Ondan sonra keçdik C-yə. Moses okay. İnsan əhalisinin sayı haqqında olan təxminlər deyir ki, inaccurate, like, dəqiq deyil. Demədi dəqiqdir, yoxsa dəqiq deyil. Humans more different continents, more than previous. İnsanlar deyir, daha çox qitə dəyişə bilər keçmişdə düşündüyündən. Nə bir şey ümumiyyətlə yox idi. Cavab B variantı. Başa düşdük? Keçdik 30-a. Deyir, ciddi bir sübut var. Əgər biz müasir hunter-gatherer qruplarına baxsaq, kimlər ki, prehistoric humanlarla eyni yolda yaşayırlar. Antropologist falan kəs də deyir ki, hunter-gathererlər xarakterizə edilirlər ekstrem siyasi və
cinsi eqliterizm nədirsə onu göstərirlər. Naft həmçinin müşahidə edib ki, individuallar bu qruplarda don't accumulate property. Nə deməkdir don't accumulate property? Accumulate nədir? Yığmaq. Yığmırlar. Nə yığmırlar? Property. Var-dövlət. Mülk. Və yaxud da ki, var-dövlət yığmırlar. Onlar nə edirlər? To share everything. Hər şeyi paylaşırlar. Bölüşürlər. They also have methods of preserving and by ensuring that it's. Onlar həmçinin əmin olurlar ki, like statuslar arasında fərq olmur. Yəni kasıb varlı olmur mənasında nəzərdə tutur. Okay? Başlayaq. Deyir ki, selfishness is a recent development. Bu ola bilər. Bilirsiniz niyə? Çünki köhnə qruplarda axı yox imiş belə bir şey. Okay? Ona görə yeni bir şeydir. Bu düz ola bilər. Only people in isolated communities live unselfish manner. Və burada only'yə görə səhvdir. Əgər versəydi ki, people in isolated communities can live in unselfish manner, bu düz olardı, okay? Amma deyir təkcə o insanlar ki, izolyasiya olunmuş communitylərdə yaşayıblar, unselfishdirlər, bu şey olur da, necə deyim, not given olur. Çünki only söhbəti verilməmişdir bizə, okay? Very few lifestyles have survived unchanged since prehistoric times. Vermədi bu like hunter-gathererlərin sayı haqqında bizə data. Like azdımı, çoxdurmu? Bunu bilmirik. Not given. Deyir ki, onların sayı azalır. Sayının azalıb artmaq haqqında bizə nəsə vermişdi? Yox. Xeyr. Ona görə də cavabımız olacaq A variantı. Baxın, sizə bir şey deyim. Siz əgər bu suallara, mən özümdə də müşahidə etdiyim bir şeydə, mən bu suala nə vaxt ki, belə hamısını bir yerdə oxuyuram, multiple choice sualı kimi yanaşıram, bu sual mənim gözümdə daha da böyüyür və daha çətin bir sualmış kimə gəlir. Nə vaxt ki, mən sadəcə bunun sualını oxuyuram, gedirəm paragraf oxuyub, qalan bunları true, false, not given kimi yanaşıram. Bu paragraflar, bu sual mənim gözümdə çox daha asan bir sual tipinə çevrilir. Hətta ən asan, ən sevdiyim sual tiplərindən birinə çevrilir də. Ona görə də mənim sizə də önərim, ümumi sualı oxudaraq gözünüzdə böyütməyin. Gedin, mətni oxuyun və true, false, not given məntiqi ilə düşünün. Sizə daha uğurlu bir nəticə gətirəcək. Okay? Keçək yes, no, not given-a. Neçə sualımız var burada bizim? 1, 2, 3, 4, 5 dənə sualımız var. Başlayaq 36-cı sualla. Deyir ki, bəzi antropologistlər səhvdirlər. Nə haqqında? The point when the number of societies began to decline. Azalmış barədə. Yes, onların sayının azalması haqqında nəsə səhvdirlər deyir. Antropologisti bayaq tapmışdıq. Bura qədər olmalıdır. Tamam, bu hissədən baxmalıyıq. Səhv düz olmalar haqqında nəsə var? Xeyr. Yox. Keçdik bu birincisinə. İnsanlar kimlər ki, inkişaf elətdirib müharibə bacarıqları prehistoriyada avantajı var idi digər insanların üzərində. Müharibə warlike traitləri olanların digərlərindən daha çox üstünlüyü var imiş deyir. Domination var orada. Bəli, amma Üstünlük. deyir there seems little reason to assume that. Yəni elə güman edilməsi üçün çox kiçik səbəbdir. Yəni onda belə güman False olur. edilməməlidir də, like no olmalıdır onda. Okay? Hı. Being peaceful and cooperative is a natural way for people to behave. Sülhsevər və kooperativ, yəni əməkdaşlıq edən olmaq insanların davranışı üçün təbii bir yoldur. Gedirik. Peacefulness. To sit Innate nə characteristic demək idi? Bayaqdır. Yəni Anadan anadan gəlmə gəlmə. xarakteristikalarıdır. Yəni anadan gəlmə, yəni natural way-imizdir də, düzdür? Yes. Negativ, burada əsas nəyə diqqət yetiririk? Bayaq da belə bir sual var idi, demişdim, ona diqqət yetirin. Negativ, mənfi davranışlara. Və more appealing söhbətinə gəl. Əgər mətndə müqayisə Müqayisə yoxdursa, dərəcəsi. onda not given olacaq. Negative traits buradaydı. Müqayisə var mətndə. More violent var orada. More violent sözü. Hardadır? Ən axırıncı cümlə. O şey meymunlara falan aiddir. İnsana aid deyil, heyvan research-udur. Ora qədərki hissəyə bax. Gəl. Hı. Ona görə cavab not given olacaq. Başa düşdük? Okay. Keçək buna. Animal research has failed. Failed də həmişə couldn't-la əvəz edin. Heyvan research-ü bacarmadı aşkarlamağı. Nəyi? Linki. Nə arasındakı linki? İndi environmentdəki dəyişiklik və aqressiv tendensiyaların emergence balığa arasındakı linki müəyyən edə bilmədi. Deməli, environmentdəki dəyişiklik və aqressiv tendensiyalar arasında.
Dedi ki, more violent olurlar. Nə vaxt ki, onların habitatları disrupt olur. Yəni, Dəyişir habitatlarında yəni. dəyişiklik olanda bunlar aqressiv olur da. Yəni, link var. Amma burada deyir couldn't reveal. Əslində amma could reveal da, ya. Ona görə də cavabımız olacaq burada da. No. Başa düşdüyümü bütün suallar işlədik. Gəmdən submit. Yes, hamısı düzdür. Hər kəsə burada hər şey aydındırmı? Nəsə sualımız varmı? Müəllimə, mən 28-ci sualı başa düşmədim. Gəl baxaq. Bu. Xeyr, o plentiful olan var idi. Hə, bu. Bu. Ha, Yes. 29. Okay. Sən nə düşünürsən bu sualda? Nəyə görə plentifulun false olduğunu düşünürsən? İzah elə mənə niyə səhv olduğunu. Mən bir də Gedək mətni paragrafa. görmürəm. Aha. Haradaydı bizim şeyimiz? Prehistoric era. Bura. Fikir ver. Burada deyir əhali az formalaşmışdı. Bir-birlərinə qarşı deyir mübarizə aparmırdılar bunlar. Niyə? Əhali az idi və mübarizə aparmırdılarsa, deməli kifayət qədər var imiş da, like plentiful var imiş. Anladım. Başa düşdün? Bəli, Başqa bir çox sağ sual olun. olan? Səndə sual? Mən bir dənə söz soruşa bilərəm. Gəl. İmtahanda istədiyimiz passage-dən partdan başlaya Əlbəttə, bilərik. istədiyin partdan başlaya bilərsən. Listening-ə də aiddir bu? Listening-də yox. Listening-də recording gedir və sən recording-ə toxuna bilmirsən. Part 1-dən başlayaraq recording gedir. Başa Okay? düşdüm. Amma şey Çox deyə sağ ol. bilirsən də, səhifəni dəyişə bilirsən. O bir sual. Məsələn, part 1-ə baxmağa o qədər vaxt və ehtiyacın yoxdur. Keç part 3-ün suallarını oxumağa başla. Məsələn. Anladım. Müəllimə bir də listening-in məşqlərini vermişdiniz yadımıza salım. Gün Onlarla əslində danışacağıq. vaxtımız qalmadı. İnşallah gələn dərsə ancaq ona baxarıq. Yaxşı? Yaxşı, inşallah. Çox sağ olun. Tamamdır. Gələn dərsimizin həm mövzusu, həm də ki vaxt haqqında qrupumuza məlumat yazacağam. Halda gələn dərsimizdə görüşərik. Hələlik özünüzə yaxşı bakın. Sağ olun. Sağ olun Çox müəllimə. sağ olun. Bye bye. Sağ olun.